Artıq yanvarın 9-udur və saat demək olar ki 1-dir, 1-ə 2 dəqiqə qalır. İran hazırda ən uzun gecəsini yaşayır. Mən buradan Güney Azərbaycanlılara səslənirəm. Hazırda Tehran küçələrində, Fars əyalətində, Qumda şüarlar səsləndirilir ki, Pəhləvi rejiminin varisi oğul Rıza Şah hakimiyyətə gətirilsin. Hətta şir başlı bayrağı dövrüyə buraxıblar. Və buradan Güney Azərbaycanlılara, milli çoxluq olan Güney Azərbaycanlılara səslənirəm. Siz sakit dayanın. Əgər vəziyyət bu cür davam eləyərsə, siz öz müstəqilliyinizi elan eləyin. Bununla bağlı çağırışlar eləyin. Namizədiniz yoxdursa içərinizdən Abbas Lisanisi var, başqaları var. Uzun illərdir milli azadlıq mücadiləsi üçün evin zindanında və digər həbsxanalarda məhbus həyatı yaşayan Güneyli fəallarımız var. Onları namizəd seçin və Güney Azərbaycanın müstəqilliyini elan eləyin. Ancaq Şah rejiminin, Pəhləvi rejiminin qalıqlarını yenidən hakimiyyətə gətirməyə cəhd göstərməyin. Bu işdə sizin barmağınız olmamalıdır. Çünki nə Molla rejimindən, nə də Şah rejimindən indiyə qədər siz bir fayda görməmisiniz. Və yaxşı-yaxşı düşünün. Bu taley yüklü qərarı elə indi şərtlər sizin üçün əlverişli olduğu məqamda gerçəkləşdirin. Amma nə badə Şah rejiminə hə deyəsiniz. Yoxsa daha uzun müddət, daha bir əsrdə kölə kimi əsarətdə yaşayacaqsınız və bu köləlikdən xilas ola bilməyəcəksiniz. Amerikanın moynudur, İsrailin moynudur, bunu zaman göstərəcək. Ancaq Molla rejimini dəyişdirib yerinə Şah rejimini gətirmək, sonra Şah rejimindən bezəndə yenidən mollaları hakimiyyətə gətirmək siz 40 milyonluq düşlərə, bizlərə bir fayda verməyəcək. Biz 200 illik həsrəti elə bu gecə də sonlandıra bilərik. Çünki biz Təbrizik, biz Ərdəbilik, biz Zəncanıq, biz Həmədanıq, 40 milyon Azərbaycanıq. Güney Azərbaycanlılar, ayıq, sayıq olun və bir daha düşünün. Hayküyə, nə bilim, yad kənar səslərə aldanmayın. Yoxsa həqiqətən də gec ola bilər. Sağ olun.